Sair aktivlər üzrə açıqlamalar cədvəlinin tərtib olunması barədə video təlimat. Maliyyə vəziyyəti haqqında hesabatın sair uzun müddətli aktivlər və sair qısa müddətli aktivlər sətirlərində əks etdirilən göstəricilər, sair aktivlər üzrə açıqlamalar cədvəlində öz əksini tapır və bu cədvəl hesabat dövrü ərzində onların balans dəyərində baş verən dəyişiklikləri izah edir. Belə ki, sair aktivlər üzrə açıqlamalar cədvəlinin birinci sütununda sair aktivlərə aid edilən maddələr, o cümlədən gələcək hesabat dövrlərinin xərcləri, verilmiş avanslar, əvəzləşdirilən vergilər, təhdəl hesab məbləğlər və digər aktivlər qeyd olunaraq, onların hesabat dövrünün əvvəlinə balans dəyəri, hesabat dövründə balans dəyərinin artımı, azalması və hesabat dövrünün sonuna balans dəyərinin necə formalaşdığı açıqlanır. Məsələn, sair aktivlər üzrə açıqlamalar cədvəlində verilmiş avanslar üzrə hesabat dövrünün əvvəlinə balans dəyəri qeyd olunduqdan sonra həmin dəyərin artımına səbəb ola biləcək dövr ərzində verilmiş yeni avanslar və azalmasına səbəb ola biləcək dövr ərzində avans qarşılığında alınmış mal və xidmətlərin məbləği və nəticədə hesabat dövrünün sonuna verilmiş avanslar üzrə balans dəyəri formalaşır. Digər misal, təhdəl hesab məbləğlər üzrə hesabat dövrünün əvvəlinə balans dəyəri qeyd olunduqdan sonra həmin dəyərin artımına səbəb ola biləcək dövr ərzində verilmiş yeni ezamiyə ödənişləri və azalmasına səbəb ola biləcək dövr ərzində ezamiyyədən qayıdan şəxslərdən alınan avans hesabatları üzrə məbləğlər və nəticədə hesabat dövrünün sonuna təhdəl hesab məbləğlər üzrə balans dəyəri formalaşır. Düzgün doldurulmuş sair aktivlər üzrə açıqlamalar cədvəlinin hesabat dövrünün sonuna sütunlarında uzun müddətli cəmi aktivlərin məbləği və qısa müddətli cəmi aktivlərin məbləği, maliyyə vəziyyəti haqqında hesabatın müvafiq olaraq sair uzun müddətli aktivlər və sair qısa müddətli aktivlər sətirləri ilə hesabat dövrünün sonuna sütununun kəsişməsindən yaranan xanalardakı məbləğlərlə eyni olmalıdır. Sair aktivlər üzrə açıqlamalar cədvəli müvafiq maliyyə vəziyyəti haqqında hesabatla eyni zamanda, yəni hər il bitdikdən sonra müvafiq olaraq aprel ayının 20-sinədək, iyul ayının 20-sinədək, oktyabr ayının 20-sinədək və növbəti ilin yanvar ayının 20-sinədək Maliyyə Nazirliyinə təqdim olunur.